Almaniyada yaşayan Pumukel adlı at dünyanın ən kiçik atı kimi Guinnessin rekordlar kitabına düşüb. Bugün TV Axşamaz saytına istinadən xəbər verir ki, onun çiyin hündürlüyü cəmi 52,6 sm-dir. Atın sahibi bildirib ki, Pumukel xüsusi olaraq yetişdirilməyib. Onun balaca olması təbiətin maraqlı bir təsadüfüdür. Miniatür at Almaniyada bir fermada yaşayır və terapiya məqsədi ilə istifadə olunur. O mütəmadi olaraq qocalar evlərinə, hospislərə, məktəblərə və əlillər üçün müəssisələrə aparılır. Sahibinin sözlərinə görə Pumukel çox mehriban xarakterə malikdir. Uşaqlarla gözəl yola gedir və ona əl gəzdirməyi, qucaqlamağı çox sevir. Hüsniyə Salmanova, Bugün TV.